Salam dostlar, axşamınız xeyir. Deməli, Baxagranın direktoru Rasim bəylə bəzi mövzularda video diyaloqlarımız alınır. Bu diyaloq, bu müzakirə sizlərin faydalanmağınız üçündür. Yəni, kimdəsə o fikri formalaşdırmasın ki, Rasim bəylə aramızda gərginləşir. Yəni, elmi müzakirədir. Kəsişən, kəsişməyən nöqtələr olmalıdır. Və bu heç də təhsilli insan arasında şəxsi gərginliyə səbəb ola bilməz. Nə qədər kənardan ayrıcı görsənsə də. Yəni, bizim birbaşa əlaqələrimiz də mövcuddur, amma video debatla hamının bu müzakirələrdən faydalanmasına şərait yaranır deyə hər ikimiz də maraqlıyıq. Bugün fosfor mövzusunda danışmayacağım. Bugün ekosistemdən danışacağım və milyon illik ekosistemin bizə verdiyi milyonlarla informasiyanın sadəcə 1%-ni anlayaraq bugün agronomiya, biologiya, pedologiya və s. təbiət elmləri yaranıb. Yağıntıların torpağa faydaları, yağıntıların torpaqdakı reaksiyaları, torpaq reaksiyalarında yağıntıların torpaq altında fəsillərin dəyişməsini idarə etməsi, torpaq və iqlim tiplərinin formalaşmasına təsiri və s. Deməli, yağıntılar ilk növbədə torpağa nə verir? Yəni, hansı qida maddələrini daşıyır? Birinci olaraq yağış sudur. Yəni, H2O. Bildiyimiz kimi havanın da 78% azotdur və yağışın tərkibi başladığı yerdə qismən hidronium və hidroksil qrupu tərkiblərlə yola çıxdığına görə, yolda qısa zamanda havada aktiv reaksiyalarla məhz bu tərkiblərinə görə qoşulur. Yəni, hidroksil qrupu var tərkibində, hidronium qrupu var, hidronium forması var. Yəni, havadan kifayət qədər nitrat və amonium formasında azotu daşıya bilir torpağa. Sulfat turşusu və kükürt birləşmələridir, karbon turşusudur və katyonlardan da kalsiyumdur, kaliumdur, magneziumdur, natriumdur, dəmirdir, sinkdir, misdir və eyni zamanda turşular və elementləri daşıyır torpağa. Yağışın tərkibində bütün saydıqlarımın ən çoxu azot və kükürt turşusu olmaqla torpağın pH-ını ciddi şəkildə dəyişdirir. Bu saydığımız digər elementlər əsasən payızın ilk yağışlarında havada olan toz dənəciklərini daşımaqla baş verir və sonraki yağışlarda bu baş vermir. Amma sulfat və nitrat demək olar ki, il boyu yağışlarda olur. Bir də sənaye şəhərlərinə yaxın yerlərdə qurğuşun kimi ağır metal daşınmasına da rast gəlinir. Amma o da çox azdır və çox lokal bir ərazilərdə baş verir. Xüsusilə qarla kiçik bir miqdarda olsa protein suyda torpaqda ani reaksiyaları var və daha geniş mövzudur. Onu da bir dəfə ayrıca paylaşacağım, ehtiyac olarsa təbii ki. İndi isə bu kiçik məlumatın, yağışın yağması haqqındakı məlumat. Bizə verdiyi geniş informasiyanı incələyək. Deməli, yağışlar başlayır sentyabrda və noyabrdan artıq daha da intensivləşməyə və qara çevirməyə başlayır və davam edir martın sonuna qədər. Aprel və may aylarında isə bir və ya iki dəfə leysan olur və salam, məsələ bitdi. Tərkib etibarilə torpağa bu qədər asit əlavə etməklə torpaqda pH aşağı salır və eyni zamanda temperaturu da aşağı salır və torpaqda bitkilərin qidalanması durur. Bitkilər də eyni zamanda öz daxilindəki suyunu geri torpağa verməklə torpağın su ehtiyatına faydalı olur. Eyni zamanda bitkilərin geri verdiyi su təcrübə qazanmış sudur və tərkibi müxtəlif birləşmələrdən ibarət olur. Torpaqda qış boyu ağacın yazlıq qidasında ehtiyac olan qidaları, elementləri özündə toplayır. Həmin su yazda ağaca geri dönən ilk sudur. Ağacdan payızda geri dönən su bitki hormonları ilə zəngin, bitkidən əlaqəsini kəsməyən bir zincirlə bitki ətrafında yazlıq ehtiyac üçün mineralları hazırlayır. Yəni, bitkinin yarpaqlarından öncə su içməyə başlamasının səbəbi osmos tənzimləmələri reaksiyaları hesabına baş verir. Yəni, vakum effekti deyək buna. Torpaqdan vakum effekti ilə suyu alır və payızda verdiyindən artığını ala bilməz. Bu mövzunu Facebook'da geniş paylaşmışam. Adı da bitki kök endüzitləri mövzusudur. İstəsəniz maraqlı olsa gedib oradan ona da baxa bilərsiniz. Müxtəlif pH mühitlərində bitkilərin mənimsəyəcəyi elementlər qruplaşdıraq. Yəni, elementləri bir şəkildə qruplaşdıraq. Həm də bitkinin hansı dövründə hansı elementlərə ehtiyacı olduğu və təbii mühitin yaratdığı şərait haqqında bir qruplaşdırma aparaq. Deməli, aşağı pH mühitində mənimsənilən elementlər: dəmir, manqan, bor, sink, mis, silisium.
Neytral ətrafı, yəni neytral və neytral ətrafı pH mühitində isə ilk sırada kalium, kükürt, bor, molibden və yüksək pH-larda fosfor, kalium, kükürt, kalsiyum, magnezyum, molibden, bor elementləri mənimsənilir. Və ən geniş pH aralığında mənimsənilən element azotdur. Azot eyni zamanda bitki daxilində temperaturu da tənzimləyən bir element sayılır. Burada 3 element xüsusi diqqət çəkir. Biri bor və fosforun oxşar xüsusiyyətləri. Yəni 8.5 pH aralığında demək olar ki, hər ikisinin mənimsənilməməsi və 8.5 pH-dan yüksəkdə hər ikisinin də sürətli şəkildə mənimsənilməsi. Üçüncü element isə molibden elementidir ki, demək olar ki, bütün pH aralıqlarında mənimsənilir. 5.5-dən başlayır 14-ə qədər bütün aralıqlarda mənimsənilir. Bu da ayrı bir mövzudur. Molibden aşağı pH-da kationdur, yuxarı pH-da aniondur. Maraqlı suallar yaranmalıdır ki, bu mövzuların hamısı danışılsın. Əslində bu molibdenin haqqında saatlarla danışmaq mümkündür. Aşağı pH mühiti ağacın oyanma və çiçəklənmə dövrünə düşür. Belə torpaqda ki, aşağı pH mühiti var, həmin mühit ağacın oyanma və çiçəklənmə dövrünə düşür. Deməli, çiçəklənmə dövrünün elementləri nədir? Dəmir, manqan, bor, sink, mis, silisium. Və eyni zamanda molibden elementi. Burada çiçəyi formalaşdıran element bor, sink və molibdendir. Biri, yəni bor, polen istehsalına, sink çiçəyin rənginə, onun qoxusuna, arılar üçün cəlb ediciliyin təmininə və molibden də mayalanmanın optimallığına, deformasiyalara yol açan anormal mayalanmaların sayına nəzarət edir. Və bütün bunların baş verməsi üçün lazım olan element isə fosfordur. Bu mühitdə isə aşağı pH mühitində fosforun mənimsənilməsi demək olar ki, bu şkalaya görə yoxdur deməliyik. Amma bayaq qeyd etdiyim kimi, bitkinin qışa hazırlıq dövründə payızda bitkinin suyunun geri dönüşü zamanı hormonal zəngin su, yəni torpağa gələn, ağacdan gələn hormonal zəngin su eyni zamanda fosforun yazda ehtiyac olan hissəsini hormonal olaraq özünə bağlayır və hətta qış çox soyuq keçərsə, həmin qışda belə fosforu ağaca və xüsusilə meyvə gözlərinə daşıya bilir. Yəni qış mövsümündən söhbət gedir, yaydan söhbət getmir, nə də yazdan. Yanlış xatırlamıramsa, bunun haqqında bir paylaşımım var. Fulfik asid mövzusunda, fulfik asidin fosforu daşıması mövzusunda. Mən bilən o mövzuda olmalı. Çünki fulfik asidlə daşınır bu fosforun qışda daşınması. Və öncədən ağacın daxilində mənimsənilmiş fosforla görülür bu bütün işlər, saydığım işlər.